Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Keçən dərslərimizdə biz yerlik halını tələb edən, yönlük halını tələb edən və təsirlik hal tələb edən söz önlərini hər birini ayrı-ayrılıqda öyrəndik. Bugün isə sizinlə 4-cü sözünü olan veksel proposisyonun, yəni həm yönlük halı tələb edir, həm də təsirlik halını tələb edən söz önlərini öyrənirik. Ümidvaram ki, bu izahdan sonra sizin üçün qaranlıq qalan hər hansı bir məqam olmaz ki, olarsa da şərh bölməsində qeyd edərsiniz, əlimdən gəldiyi qədər köməklik eləyərəm. Bugün sizinlə deməli öyrənəcəyimiz söz önü veksel proposisyonlardır, yəni həm dativ, həm də akusativ halını tələb edən söz önlər. İlkin olaraq, baxın, indi şəkillər üzərindən, yəni şəkillərə baxa-baxa, izahlara baxaq. Bu söz önlər, yəni nə deməkdir ki, həm dativ, həm də akusativ halını tələb edir. Bu söz önlər tərcüməsindən, mənasından asılı olaraq ya özündən sonra gələn sözün, deməli, yönlük halda olmasını tələb edir və yaxud da təsirlik halda olmasını tələb edir. Keçən dərslərimizdə söz önlər haqqında kifayət qədər danışmışıq. Söz önlər nədir? Harda işlənir? Necə işlənir? İndi yenə də qısaca özet keçək. Söz önü aid olduğu sözün önündə gəlir, qarşısında gəlir və onun halını müəyyənləşdirir. Yəni, yerlik halını tələb edən söz öndürsə, özündən sonra gələn söz yerlik halda olmalıdır. Yönlük halını tələb edən söz önüdürsə, özündən sonra gələn söz yönlük halda olmalıdır. Təsirlik halı tələb edən söz önüdürsə, özündən sonra gələn sözün təsirlik halda olmasını tələb edir. İndi yönlük və təsirlik halı tələb edən söz önləri isə bizim burada əsas fikir verəcəyimiz hissə feillər olur. Yəni, feil hansı halı tələb edir? Ona birazdan nümunələrdə baxarıq. İndi söz önlərindən tanış olaq. Auf söz önü üstündə, üzərində kimi tərcümə olunur. Görürsünüz, bayquş qutunun tam üzərindədir. Yəni, onunla təmas edir. Bu zaman biz aufdan istifadə edirik. İkinci söz önü über, üzərində, üzərinə, haqqında və dandan kimi tərcümə olunur. Über, görürsünüz, üzərində. Bayquş qutuya təmas etmir. Boşluq bir şəkildə, boşluqda, havada nədir? Üzərində. Unter, aşağısında, altında və yaxud da altına kimi tərcümə olunur. Vor, qarşısında, qarşısına, əvvəl kimi tərcümə olunur. Hinter, arxasında, arxasına kimi tərcümə olunur. Neben, yanında, yanına. An, ora, bay, yanında, yanına, kənarında, kənarına. Dadə, am. Görürsünüz, burada misal üçün neben də yanındadır, bay da yanındadır. Adətən bay canlı olaraq kimisə yanında istifadə olunur. Zwischen, arasında. In, içərisində, daxilində. Dadə, kimi tərcümə olunur. Dativ halını tələb edən söz önlər wo, harada və wann, nə zaman sualına cavab verir və adətən cümlədəki feilin yerini və zamanını bildirir. Akusativ halını tələb edən söz önlər isə əsasən wohin, haraya sualına cavab verir və hərəkətin istiqamətini bildirir. Dativ və akusativ hallarını fərqləndirmək üçün aşağıdakı nümunələr sizə kömək edə bilər. Gəlin nümunələrimizə baxaq. Birinci nümunə auf, üstündə, üzərində, üzərinə kimi tərcümə olundu. İndi misal üçün təsirlik halında nə zaman işlənir? Wohin stellt die Frau die Vase? Qadın güldanı hara qoyur? Die Frau stellt die Vase auf den
Tisch. Qadın güldanı stolun üzərinə qoyur. Burada stellen feili qoymaq kimi tərcümə olunur. Görürsüz, bizim hal-hazırda cümləmizdə hərəkət baş verir. Hərəkət davam edir. Qadın güldanı stolun üzərinə qoyur. Bu zaman biz aufdan sonra, yəni stolun üzəri. Stol sözü der Tisch ismi qüvvətli hallanmasına aiddir. 4 halda hallandıraq. Der Tisch, des Tisches, dem Tisch, den Tisch. İndi biz burada deyirik ki, qadın güldanı stolun üzərinə qoyur. Hərəkətdədir. Bizim istifadə edəcəyimiz sözünü aufdur. Stolun üzərinə aid olduğu söz stoldur. Ona görə aufdan sonra gələn isim və yaxud da əvəzlik də ola bilər. Hansı halda olmalıdır? Təsirlik. İndi bu cümləmizdə də stol sözü olduğuna görə deyirik ki, auf den Tisch. Die Frau stellt die Vase auf den Tisch. Qadın güldanı stolun üzərinə qoyur. İndi əgər yönlük haldadırsa sual veririk. Wo ist die Vase? Güldan haradadır? Die Vase ist auf dem Tisch. Güldan stolun üzərindədir. Görürsüz, birinci şəkildə feilimiz hərəkət edir. Qadın güldanı stolun üzərinə qoyur. Ancaq ikinci şəkildə, yəni yönlük halda feil hərəkətsizdir. Güldan stolun üzərindədir. Bu zaman hansı ki der Tisch'in 4 haldan der Tisch, des Tisches, dem Tisch, den Tisch. İndi bizə hərəkətsiz olduğuna görə, dayanıb qaldığına görə biz yönlük halda deməliyik ki, güldan stolun üzərindədir. Die Vase ist auf dem Tisch. Yəni istifadə etdiyimiz sözün üzərində aufdur. Feilimiz hərəkətsiz olduğuna görə dativ yönlük haldan istifadə etdik. Auf dem Tisch. Əlbəttə ki, sual verməklə də tapa bilərik. Qadın güldanı hara qoyur? Təsirlik halda. Güldan hardadır? Wohin stellt die Vase? Akusativ təsirlik halda. Dativ yönlük halda soruşsaq ki, wo ist die Vase? Güldan hardadır? Die Vase ist auf dem Tisch. Güldan stolun üzərindədir. Wohin olarsa akusativ hal gəlməlidir. Wo olmalıdırsa bu zaman əlbəttə yönlük hal gəlməlidir. İkinci nümunəmiz über, üzərində, üzərinə, bəzən haqqında və dandan kimi tərcümə olunur. İndi birinci şəklə baxırıq. Wohin hängt der Mann das Bild? Kişi şəkli hara asır? Der Mann hängt das Bild über das Sofa. Kişi şəkli divanın üzərinə asır. Hansı ki divanla təmas eləmir. Divanın üzərindədir. Cümləmizə baxaq. Kişi şəkli divanın üzərinə asır. Üzərinə təmas etmədiyinə görə über sözündən istifadə etməliyik. Über deməli asır, hərəkətdədir, hərəkət edir feilimiz. Wohin hängt der Mann das Bild? Ona görə özündən sonra akusativ halda gəlməlidir. Aid olduğu söz divanın üzərinə das Sofa 4 halda hallandırsaq das Sofa, des Sofas, dem Sofa, das Sofa. Akusativ təsirlik halında olur das Sofa. Buna görə də deyirik ki, der Mann hängt das Bild über das Sofa. Kişi şəkli divanın üzərinə asır. İndi ikinci şəkildə wo hängt das Bild? Şəkil harada asılıdır? Görürsüz, hərəkətsizdir. Deyirik ki, das Bild hängt über dem Sofa. Şəkil divanın üzərində asılıdır. Asılıdır. Asır, hərəkət edir feil. Dativdə isə asılıdır, hərəkətsizdir. 4 haldan hərəkətsiz olarsa, wo sualına cavab verərsə, dem Sofa, über dem Sofa. Das Bild hängt über dem Sofa.
Şəkil divanın üzərində asılıdır. Digər sözünümüz unter, aşağısında, altında, altına. Wohin geht die Katze? Pişik hara gedir? Görürsüz, pişik hərəkətdədir. Pişik harasa gedir. Deyirik ki, die Katze geht unter den Tisch. Pişik stolun altına gedir. Stolun altına. Altı tərcümə olunur unter. Cümləmizdə hərəkət olduğuna görə, hərəkət davam etdiyinə görə biz artıq bu cümləni təsirlik halda deməliyik. Aid olduğu söz stoldur. 4 halda hallandırsaq, der Tisch, des Tisches, dem Tisch, den Tisch. Ona görə deyirik ki, die Katze geht unter den Tisch. Pişik stolun altına gedir. Desək ki, wo ist die Katze? Pişik hardadır? Artıq hərəkətsizdir. Pişik dayanıb durur. Deyirik ki, die Katze ist unter dem Tisch. Pişik stolun altındadır. Deməli, pişik hərəkət etmir, sadəcə stolun altındadır. Buna görə stolun altındadır. Altında unter hərəkətsiz olduğuna görə özündən sonra dativ yönlü kal gəlməlidir. Hansı ki, bayaq hallandırdıq. Dem Tisch. Die Katze ist unter dem Tisch. Pişik stolun altındadır. Wohin, haraya, akusativ hal gəlməlidir. Wo, harada, dativ yönlü hal gəlməlidir. Daha sonra digər sözünümüz vor, qarşısında, qarşısına və bəzən də əvvəl kimi tərcümə olunur. İndi akusativ təsirlik halında wohin geht die Frau? Qadın hara gedir? Görürsüz, hərəkət var. Die Frau geht vor das Fenster. Qadın pəncərənin qarşısına gedir. Qarşısı, vor sözündən istifadə olunur. Cümləmizdə hərəkət olduğuna görə özündən sonra gələn isim, yəni pəncərənin, das Fenster, akusativ təsirlik halda olmalıdır. 4 halda hallandırsaq, das Fenster, des Fensters, dem Fenster, das Fenster. Akusativ təsirlik halda olur, das Fenster. Qadın pəncərənin qarşısına gedir. Die Frau geht vor das Fenster. Bu cümləmiz təsirlik halda işləndi. Desək ki, wo steht die Frau? Qadın harda dayanır? Deyirik ki, qadın pəncərənin qarşısındadır. Pəncərənin qarşısında dayanır. Görsüz, artıq hərəkətsizdir. Ona görə və wo steht die Frau? Wo ilə sual verildiyinə görə deyirik ki, die Frau steht vor dem Fenster. Qadın pəncərənin qarşısındadır. Vor qarşısında sözünümüz deməli həm akusativ halını tələb edir, həm dativ halını tələb edir. Wohin sualına cavab verərsə, feil hərəkətdə olarsa təsirlik hal gəlməlidir. Yox, wo harada sualına cavab verərsə və feilimiz hərəkətsiz olarsa, ondan sonra gələn deməli hansı halda olmalıdır? Yönlü halda olmalıdır. Digər sözünümüz hinter, arxasında, arxasına. Şəklə baxaq. Wohin geht der Junge? Oğlan hara gedir? Deyirik ki, der Junge geht hinter das Sofa. Oğlan divanın arxasına gedir. Arxası hinter. Alman dilində demək istəyiriksə. Hinter həm yönlü halını tələb edə bilər, həm akusativ halını tələb edə bilər. Cümləmizdə oğlan hərəkətdədir. Oğlan divanın arxasına gedir. Buna görə artıq akusativ, yəni təsirlik halda gəlməlidir sözümüz. Söz hansıdır? Divanın arxasına, divan. Ona görə bayaq hallandırmışdıq. Das Sofa bizə lazımdır akusativ təsirlik forması, yəni das Sofa. Deyirik ki, der Junge geht hinter das Sofa. Oğlan divanın arxasına gedir. İkinci şəkildə isə wo ist er? O hardadır? Deyirik ki, er ist hinter dem Sofa. O divanın arxasındadır. Gördüyünüz kimi akusativ təsirlik halda oğlan hərəkət eləyir.
Amma yönlük halda oğlan arxasındadır. Dayanıb durub hərəkət eləmir. Ona görə də hinter dem Sofa. Divanın arxasındadır. Yönlük halda işləndi. Sonuncu nümunəyə baxaq. In içərisində, daxilində, da, a kimi tərcümə olunur. Birinci şəklə baxırıq. Wohin fahren die Kinder? Uşaqlar hara gedirlər? Görürsüz, təsirlik haldadır. Hərəkət var. Hara gedirlər? Deyirik ki, die Kinder fahren in die Schule. Uşaqlar məktəbə gedirlər. Yəni məktəbin içərisinə gedirlər. Die Schule qadın cinsli isimdir. 4 halda hallandırsaq, die Schule, der Schule, der Schule, die Schule. İndi bu cümləmizdə məktəbə, a, məktəbin içərisinə, yəni a, içərisinə sözünü indir. İndi gedirlər, hərəkətdədir. Ona görə təsirlik halda olmalıdır. Məktəbə aid olduğu söz məktəbdir, die Schule. Ona görə deyirik ki, die Kinder fahren in die Schule. Uşaqlar məktəbə gedirlər. Yönlük halda isə wo sind die Kinder? Uşaqlar hardadırlar? Artıq uşaqlar nədir? Hərəkətsizdirlər, hərəkət etmirlər. Bu zaman deyirik ki, die Kinder sind in der Schule. Uşaqlar məktəbdədirlər. Yəni məktəbin içərisindədirlər. Hətta sinif otağındadırlar desək, in dem Klassenzimmer. Gəlin birinci die Schule'yə baxaq. Hallandırdıq. Die Schule, der Schule, der Schule, die Schule. İndi hərəkətsiz olduğuna görə bizə dativ yönlük hal forması lazımdır. In der Schule. Sinif otağı isə das Klassenzimmer. Hallandırsaq, das Klassenzimmer, des Klassenzimmers, dem Klassenzimmer, das Klassenzimmer. İndi sinif otağındadırlar, hərəkətsizdirlər, yəni. Bu zaman deyirik in dem Klassenzimmer. Ümumi yekunlaşdıraq. Deməli, əgər wohin sualına cavab verirsə, cümləmizdə feil hərəkətdədirsə, bu zaman bu söz önlərindən sonra gələn isim təsirlik halda gəlməlidir. Yox, əgər wo harada sualına cavab verirsə və feilimiz hərəkətsizdirsə, bu söz önlərdən sonra gələn söz yönlük halda olmalıdır. Ümidvaram ki, kifayət qədər sizə aydın oldu. Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.